Bugün mən və Gucci bir marketdən ev heyvanlarınıza yeni ilə ala biləcəyiniz hədiyyələr haqqında danışmaq istəyirik. Sən necə gözəlsən, sən necə qəşəngsən, ay Allah bunun kapüşonuna bax. Şaxta babanın köməkçisinə oxşayırsan. Hər heyvanın evdə öz ərazisi olmalıdır. Bu da heyvanların və pişiklərin öz ərazisidir. Baxmayaraq ki, bu döşək, yastıq, necə deyirsiniz buna deyin, ev heyvanları belə döşəklərdə özlərini çox rahat hiss edirlər və nədən çəkinirsən? Qorxma, gəl. Ha, necədir? Xoşuma gəlir? Məncə çox əla bir rəngdir, çox əla, yumuşaq və keyfiyyətli bir materialları var. Belə bir maraqlı qnomikimiz var, yeni il Şaxta babasının papağında və burası belə səs salır. Gör nə qəşəngdir. Səs də salır. Hə, istəyirsən? Alım sənə bunu, sən oxşayır ha Gucci. Allah haqqı ata tərəfdən qohumlarına oxşayır. Gucci, burada yenə var. Ay bala, yenə var burada. Buna bax. Məncə çox qəşəngdir. Gucci, istəyirsən bunu? Və mən bəyəndiyim ən maraqlı hədiyyələrdən biri budur. Bunun içində, bu nədir belə? Bilmirəm bu nədir, amma bunun içində butulka var. Və belə səs verir, itdə gic olur. Belə bir şarf. Düzdür, bu böyük itlər üçündür, amma mənim itimə yaramayacaq. Belə bir şarf ola bilir, yeni il abu-havasında, yeni il rənglərində. Və belə bir hədiyyələrimiz var, pledlərimiz var. Fərq etmir, pişiklər üçün də yarayır, itlər üçün də yarayır. Rəng seçimləri var bir marketdə. Sadəcə bunların mən istəyirəm ölçüsünə baxam. Ölçüsü belədir. Gucci, bəyənirsən bir marketin hədiyyələrini? Hamısı sənə verilib, bilirsən bunu? Yolka altına qoya biləcəyiniz belə bir xalça var. Alt tərəfi çox soyuq keçirməyən bir plaş materialındadır və üstü də belə yumuşaq, qalındır bu arada. Və belə bir oyuncağımız var bir marketdə. Sonra əlavə belə bir oyuncaq var. Bunun içində çoxlu səs verən bir oyuncaqlar var. Gucci'nin əlində olan bax belə bir Şaxta baba paltarı da var, kostyumu. Belə bir kostyum da əldə edə bilərsiniz. Düzdür, bu biraz böyük razmerdədir. Mənim itimə yaramır, amma digəri yaradı. Çox əladır. Yeni ilə hamı qəşəng bəzənəcək. Niyə də sizin itiniz də bəzənməsin? Və ya pişiyiniz. Və sonda əlavə olaraq bizim belə bir oyuncaqlarımız da var. Bunlar səs salmır. Okey, səs salmır. Amma yenə də şirindir. Gucci, indi sən mənə de görün, bax hansını bəyəndin? Bunu bəyəndin, bunu alım sənə. Hansını alım sənə? Yoxsa bunu istəyirsən? Bizim itimizin belə bir xasiyyəti var ki, yatmamışdan öncə evdə olan bütün oyuncaqlarını yığır öz yerinə və hamısını qucaqlayır, yatır. Hamısını birlikdə. Heç bir oyuncaq otaqda qalmır, digər otaqlarda qalmır. Hamısını yığır, gətirir, öz döşəyinə yığır və hamısını qucaqlayıb bir yerdə yatır. Əgər sizin də itiniz belədirsə, yorumlarda yazın. Bir də maç elə.